Hə, indi bunun ayarını azaltdıq. Hə. İndi ala, əlində bax belə sal xəmiri. Xəmiri əziyyət vermə, uzanmasın, yayılmasın, hə. Bu tərəfindən də eləyə bilərsən. Bu tərəfindən keçir ki, sənin yoldaşın da işləyə bilsin. Restoranlarda bu iki üsullandır. Tokla da taxırsan toka, heç fırlatmağa ehtiyac yoxdur. Biraz bahalılardır, hə. Aha. Hə, bir dənə əlüvü çək, mən bunu birləşdirim ki, bura sənə əziyyət verməsin. Ayarını bir dənə də azaltdıq, bir dənə də nazik elədik. Aha, bax bu tərəfdən keçidirsən, hə, keçid. Yox, dartma, sən narahat olma. Elə. İndi biz kəsəcəyik, töküləcək. Ay, sağ ol. Əlvi bax belə qoy. Görsən, bax, barmağımın yeri qaldı. Ona görə xəmiri, aha, əla. Bunu indi biz uca kəsəcəyik. Hər dəfə də eləyəndə çox az, yüngülcə unu səpirik həm maşının dişinə, həm də çıxan xəmirimizə. Hə, indi bunu keçdik, ya fettuccine də eləyə bilərik, buna da ala. Hansını istəyirsən, onu eləyək. Birinci istəyirsən, pajalost, olsun. Hə, sən xəmiri əl vurma, sən narahat olma. Hə. Ay, sağ ol. Uşaqlar fikir verin ki, maşının eni uzunluğunda, eninə görək şey eləyək. Xəmiri açaq ki, xəmir, bir dənə gözlə balamsan. Aha. Hə. Eninə uyğun eləməyəndə xəmir burada qatlanır, yumuşlaşır, necə olur? Xəmirin də tərkibində 1 kilo unda 2 xörək qaşığı zeytun yağı var, 1 çay qaşığı da duz. Onu vurmasıq da olar. Hə, bu indi çox uzundur, bunu azaldacağıq. Çünki xəmirimiz, bıçaq verək, qəşəng kəsir. Bir dənə bıçağı verin mənə. Hə, kəs, heç nə olmaz. İndi restoranlarda bu belə olundu, belə yığıldı, özünüz də bilirsiniz. Belə olunur, qalır stilajın üstündə, yığılır, qalır. Məsələn, bir porsiya. Əgər biz maşının ağzına 120 qramlıq xəmir veririk ki, sonra xəmirdə maşından çıxan xəmiri bunu çəkməyək. Buradakı xəmir 120 qram verdik, bu hazır yumurlandı, qaldı stilajda qurumağa. Məsələn, sifariş çıxdı, götürdü, onu atdı qaynar suyun içərisinə, hazırdır.